Həyatda ən qorxduğum, ən nifrət elədiyim, ən acı hesab etdiyim bir duyğu var dostlar. İnsanın özünün özünə heyfi gəlməsi. Bu çox acı bir duyğudur. Sən həyatın boyu çalışırsan, sən yaxşılıq etmək istəyirsən, sən sədaqət göstərirsən və nəticə sıfıra bərabər olur. Bax, bu zaman səni özünün özünə heyfin gəlir. İnsanlar var, öz hallarına bəzən ağlayırlar. Sözün əsl mənasında və otururlar, gözünün yaşını tökürlər. İnsanın o məninin məni ilə qalan vaxtları var. Bax, bütün dediyim o duyğular onda dilə gəlir. İnanın, yaradan yanımızdadır. Bütün sınaqlardan üzü ağ çıxacaq. Yetər ki, əynimizdəki abrı, həyanı, namusu, qeyrəti, izzəti itirməyək.